Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyunun 9-u Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 19-22, gündüz 28-33 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütunu təşkil edəcək. Naxçıvanda gün ərzində ara bir yağış yağacaq, temperatur 26-29 dərəcə isti olacaq. Sabah əksər rayonlarda yağıntı gözlənilmir, lakin gündüzdən bəzi dağətəyi və dağlıq rayonlarda yağış yağacaq, şimşək çağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli leysan xarakterli intensiv olacaq, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif tuman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 17-21, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.